Putinin çevresi və Rus oliqarxlarının yaxtaları Türkiyə sahillərində toplandı. Türkiyənin cənub-qərbində, Bodrum yaxınlığında Rusiyanın ən varlı oliqarxlarının məxsus yaxtaların eyni vaxtda görünməsi diqqət çəkib. Sumqayıt TV xəbər verir ki, xarici medianın yaydığı məlumata görə bölgədə Prezident Vladimir Putinin yaxın çevrəsinin istifadə etdiyi bildirilən super yaxta da lövbər salıb. Söhbət 71 metrlik Viktoriya super yaxtasından gedir. Məlumata görə yaxta iyunun sonunda Rusiyanın Soçi şəhərindən yola çıxaraq Türkiyə sahillərinə gəlib. Verska nəşrinin məlumatına əsasən, Viktoriya uzun illər Putinin yaxın dostu kimi tanınan Gennadi Timçenkonun nəzarətində olan şirkətlərlə əlaqələndirilsə də, ondan Kremlin digər nüfuzlu şəxslərinin də istifadə etdiyi bildirilir. Bodrum ətrafında lövbər salan digər lüks yaxtalar arasında Roman Abramoviçə məxsus Rea, VTB bank rəhbəri Andrey Kostinlə əlaqələndirilən Serenity və Unity, Lukoil şirkətinin sahibi Vahid Ələkbərovun Genesis yaxtası, Aleksandr Nesisin Ramea yaxtası, Oleg Deripaşkanın Altayır yaxtası və İskəndər Mahmudovla əlaqələndirilən Predator da yer alır. Ekspertlər hesab edirlər ki, bu qədər Rusiyalı milyarder və yüksək ranklı şəxslərlə əlaqələndirilən yaxtaların eyni vaxtda Türkiyə sahillərində görünməsi təsadüfi hadisə deyil və beynəlxalq mediada maraqla izlənilir. Hadisənin səbəbləri və mümkün siyasi fonu ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib. Dünya gündəmi ilə bağlı xəbərləri izləmək üçün Sumqayıt TV-nin YouTube kanalına abunə olmağı, Instagram, Facebook və TikTok platformalarımızı izləməyi unutmayın.